Bəzən mətbəx mebelləri yığan zaman yuxarı hissədə balaca bir məsafə qoyurlar, boşluq qoyurlar. Yəni mən hələ də bu günə kimi o boşluğun nəyə xidmət elədiyini bilmirəm. Hələ də fikirləşirəm, hələ də soruşuram. O boşluğa çox zaman evdə istifadə olunmayan qutuları, lazımsız əşyaları, iri əşyaları yerləşdirirlər ora. Hər zaman tövsiyə edirəm ki, yəni onu bir pillə də mebelinizi hündür eləyib yenə həmin əşyalarınızı yığa bilərsiniz. Sadəcə həm vizual olaraq görüntünüz səliqəli olacaq, eyni zamanda da saxlanc yeriniz çox olacaq və məkanınız daha hündür görünəcək. Zəhra xanımın dediyi kimi pərdə məsələsində, məsələn, kiçik mənzillərdə, hündürlüyü aşağı olan mənzillərdə mən çalışıram daha sadə pərdələrdən istifadə eləyim. Bəzən heç dekordan istifadə etmirəm. Kətan pərdələrdən və günlükdən istifadə eləyirəm. O da otağı daha yumşaqlıq verir, daha sadə görüntü verir. Çünki dekor artıq onu ağırlaşdırır, əlavə ağırlıq verir. Ona görə də kiçik məkanlarda sadə tüllərdən, tülün bəzən biraz qalın materialından istifadə etmək daha məqsədə uyğun olar. Əli bəy, var əlavəniz? Əlavə olaraq demək istəyirəm, Günay xanım çox gözəl mövzuya toxundu mətbəxlə bağlı. Yəni o boşluq hissəsi həqiqətən. Bu bilsiz nədən irəli gəlir? Biz bilirsiniz mebel işlərdə görürük. Çünki mütəxəssislərə müraciət eləmirlər təmiri zamanı. Mebeldə gəlir bu problem çıxır. Paduqanı verirlər, mebelin yeri nəzərə alınmır və orada da ya gipsdən olarsa paduqayı kəsib çıxardanda elə yer olur ki, mətbəx döngəli olur. Pərdəliyin verildiyi paduqanın üzərinə gəlib çıxır. Bunu kəssək bütün pərdəlik məhv olacaq. Ona görə öncədən dizaynerlərlə danışmaq lazımdır, iç memarlarla. Hansı ki, orada mebelin planı verilsin, ona uyğun təmir zamanı paduqaların yeri getsin və mebeldə həmin o boşluq qalmasın. Qiymətdə də, üzr istəyirəm, qiymətdə də ciddi bir fərq olmur. Yəni, çox cüzi bir fərq olur və evi çox böyük, yəni genişlik baxımından çox böyük təsir göstərir. Estetikdə tam fərqli görünür. Bəli. Həmin boşluğu, yəni alçıpanla yığmaqla da yenə də səliqəli görüntü almaq olar. Sadəcə o boşluq nəyə lazımdır, mən hələ onu başa düşə bilmirəm. Yığır, yəni. Xanımlar təmizlik baxımından olsa Toz yığın. gözəl.